may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Yeni Sabah az məlumat verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib. Qeyd edilib ki, mayın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 23-də isə digər bölgələr üzrə habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin may ayının pensiya ödənişləri həyata keçirilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Zəkə Mirzəyevin güya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbərlərə qurum rəsmi cavab verib. Fondun mətbuat xidmətindən Yeni Sabaha qeyd edilib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur. Heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytlarında ona istinadən dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSF-nin icraçı direktorunun fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması haqda yer alan iddia tam əsassızdır. Belə ki, fondun icraçı direktoru təyin edilən Mahir Məmmədovun anası Yaqut Dadaşan qızı Dadaşova, fondun sədri Zəkə Mirzəyevin anası isə Pərvuz Ağsəlim qızı Dadaşovadır. Fondun sədr müavini təyin edilən Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəkə Mirzəyevin atası isə Akil Mirzəyevdir. Göründüyü kimi, hər hansı sözü gedən qohumluq əlaqələrindən söhbət gedə bilməz. Təyin edilən hər iki şəxs uzun illərdir ki, DSF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər. Qeyd olunan yalan xəbəri yaymış media subyektlərindən media qanunvericiliyinə uyğun olaraq bu təkzib məlumatını dərc etməyi xahiş edirik, deyə açıqlamada bildirilir.